Cavan Zeynallı. İstanbul səsləyir bizi. Alın getdi yotalara. Aminler, eller havaya. Soyuq havalar qanımızı içdi, üşüyüb donduq aman. Bu soyuqdan qaçmaq üçünsə iki bilet almalıyam. Ah günəşsiz həyat çətindir, istiyə tərəfdaram. Mənlə gəlməlisən tələbimdir, ölümünə inadkaram. Çox düşünmə, gəl bir qərara, tərəddüdləri fırlat kənara. Səndən əl çəkən deyiləm, bilirsən zəliyəm, düş səni gözləyirəm, gedək hoppalara. Buralardan uzağa, düş gedək hoppalara. Mən hara, sən də ora. Populidi ki bu. Şekerini kat, buzunu da at. Sonra çalkala çalkala sevgimizi. Biraz heyecan, göğe uçacağım. Nece kanatlandırdı sevgimizi. Şekerini kat, buzunu da at. Sonra çalkala çalkala sevgimizi. Biraz heyecan, göğe uçacağım. Nece kanatlandırdı sevgimizi. Heyecanlandır deli ol arada. Monotonluktan bezir her bir adam. Gel oyun çıkarak soyuk olma daha. Sana yalvarırım. Şekerini kat, buzunu da at. Sonra çalkala çalkala sevgimizi. Biraz heyecan, göğe uçacağım. Nece kanatlandırdı sevgimizi. Şekerini kat, buzunu da at. Sonra çalkala çalkala sevgimizi. Biraz heyecan, göğe uçacağım. Nece kanatlandırdı sevgimizi. İstanbul, hatırla bizi. Üç tane mahnısını okudu Murat'ı. Murat, döner yiyersiz. Hem de nece, yanında da ayran, çalkala çalkala. Day, deyir, ıslanmışın sudan ne korkusu. Geçen sefer cücəni yedik. Ey əhali, təklif edirəm, gəlin bugün dönəri yeyək. Murat axı Murat, sənin kimdi mahnılarını ki o söylədi. Ləzzətlə yeyək. İyi mi yedin? Elə məhz ona görə, çünki Laddan, nə daddanıb da, lazımdır ikinci ləzzət adam olur. olmalarına? Döner görürsən də mən sənin tərəfindəyəm. Amma Murad nankör çıxdı. Gör onun Ay mahnılarını dostlar, ifa elədin. bir yeyək. qidaya təyama sevgi məhz iştahla ölçülür. Dönər məndə iştah oyatdı. Ay sən adam yeyən. Yazıq deyil dönər. Dönər yeyən. Dönər yeyən. Murat, keçən dəfə cücəni yediniz, indi dönəri yemək istəyirsiniz. Sonra deyəsən maskadan sonra əməli başda diyetaya Ağa, oturacaqsınız siz. Allah səni qorusun. Bizdən. Murat, dediniz ki, dönəri yeyək. Kimdir ki, dönər maskası arxasında sizcə? Ağa, mən təxmin elədim və dərhal ipucunda o sözü eşitdim. Filan şey mənim taleyimdir. Və mən Taley Yüzbəyevlə Oppaların ikinci versiyasının klipinə çəkilmişəm. Bu bir reklam kampaniyasıydı. Məhz Taley ilə çəkilmişdim. Mənim əziz dostum, Taley Yüzbəyev, sən nə yeməlisən? Ay dedi ya. Faiq. Dedi. Faiq Ağayev, siz nə yazırsınız orada? Deməli, ötən mövsüm Molla Nəsrəddinə Molla əmi deyirdi, Molla əmi deyirdi. Mən dönərin bığlarına baxandan sonra adam ona dönər dayı demək istəyir. Vallahi billah. Deməli, Siz demişdiniz də day dönəri. hə, day dönəri. Mən Murad Arifin benefisinə çox sevindim. Məndən çox təbii ki, özü sevindi ki, o mahnıları burada səsləndi. Elə sevindi, elə rahatladım. Elə rahatladım. Və mən çox sevinirəm ki, bizim
maskalarımız müasir Azərbaycan mahnılarına müraciət eləyirlər. Onu yeni bir hansısa formada bizə təqdim edirlər. Bizim dönərə gəldikdə bu personaj əminəm buna təcrübəli personajdır. Düzdür, mən o dəfə də bu versiyanı səsləndirdim. Dönər demişdi ki, 20 kilo arıqlayıb. Dönər demişdi ki, cavanlar onu sevir. Abbas Bağırovdur bu. Abbas Bağırov. Bəli. Maraqlıdır. Nigar, sizinlə davam edək. İfanı eşitdiniz, performansı gördünüz. Kim ola bilər? Əgər müğənnidirsə, bizdə 20 kilo Arıqlayan. arıqlayan bizdə sadəcə Abbas Bağırovdur, mən bilən. Sonra belə dönərə baxanda düşünürəm, bəlkə kimdə o dönərxana var. Mən bilən Elarizdə idi deyəsən, Amerikada, yox? Amerikada Gəlib var. Amerikadan. Bəlkə oradan uçub gəlib. Onu bilmirdik. Ha? Onu bilmirdik ki, Elarizin dönərxanası var Amerikada. Amma bunu da bildik. Təşəkkürlər sizə buna görə. Zənnimcə müğənni olmaz, çünki üçüncü buraxılışdır ki, səsini göstərmir. Da nə vaxt göstərəcək bu səsi? Niyə Murad sizə mahnılarla göstərmək olmur səsi? Yox, daha Murad, biz burada dönə-dönə şifahi dildən deyirik ki, danışdı. bu ifaçı müsabiqəsi deyil, bu səs Bəli, müsabiqəsi. bəli, amma gec Bəlkə tez. ona görə, məhz buna görə gizlədir, bildirmir ki, tapmayaq. Amma xarakterik... Amma yeyə bilərik axı onu vaxtından tez. xarakterik Sən sevirsən yeməyi. Keçən dəfə boğazlar gördüm. var. Vaxtsız yeyilə bilər axı, Faik bəy, o da var. Xarakterik boğazlar var, adam tanıya bilir yenə də. Tutmalıyam, dönər qaçacaq. Yaxşı, hara qaçır, o? Sən hara qaçırsan? Yemək istəyir də Murad, o yemək istəyir, o da qaçır. Yeyilmək qorxusundan qaçır. Murad, Biz onu qorxma. yemək Murad, istəyə bilərik. sən mahnılarını oxumusan, sən heç zad eləməyəcək. Heç zad. Buyurun, sizinlə davam edək. Coşqun bəy, sizi də eşidək. Yəni bu elə mən elə bildim Cavan Zeynallıdır, amma Cavan Zeynallı deyil. Bu elə sənin getdi. duet ortağın Aha! Ramin Nabrandır. Wow! Nə bomba versiya. Ramin bir işarə elə ki mən oradayam, içəridəyəm. Hə, bu dəqiqə işarə eləyəcək. Bu dəqiqə mayonezi görünəcək. Buyurun, Kamilə. Versiyaları əziz dostlarım söylədilər. Yəni bütün o ipucularla da yola çıxdılar. Mənə elə gəlir ki, onu təkrarlamağa artıq ehtiyac yoxdur. Səsini hələ bizə göstərmir. Faik bəy də doğru söylüyor ki, bəlkə hələ də gizlədir, bəlkə hələ də gözləyir. Amma eyni zamanda Muradla da çox razıyam ki, bəs nə zaman göstərəcək, yeyilə bilər. Gəlin dönəri yeyək. Gəlin dönər haqqında 2 məlumata qulaq asaq. Asaq. Deməli, auditoriya hazırsınız, onlara kömək eləmək lazımdır. Müxtəlif adları söyləyirlər. Bilmirik, məşhur tapa biliblər ya yox. Hər halda 2 məlumat söyləyəcək dönər özü haqqında. Biri doğru, biri səhvdir. Biz də alqışlarımızla kömək eləyək. Hansı doğrudur, hansı səhvdir. Sonra onlar düşünsünlər. Buyurun dönər, özünüz haqqında 2 məlumatı söyləyin. Birinci məlumat. Ötən il evimdə yanğın baş verib. İkinci məlumat. Ad və soyadımın baş hərfləri detektivlərdən biri ilə eynidir. Hörmətli auditoriya, kömək eləyək onlara. O dedi ki, evimdə yanğın olub. Sonra dedi ki, mənim adımın və soyadımın baş hərfi detektivlərin biri ilə eynidir. Bəli, biri ilə eynidir. Maraqlıdır kim? Və Murad Arif dərhal bir fikir gəldi. Ağa, bax sənə ehtiyacımız var burada. Söhbət ondan gedir ki, bizim adımızla, onun həm soyadı, həm Ad adı, və soyadınızla eynidir. həm adımızla, həm də soyadımızla. Bəli, yəni bəli, o ya baş M hərfdə söyləyir. adı, Bəli. ya N C, ya K B, ya C R, ya da 100% F.A. Ya da ki M.A. Mən o sözü elə belə deyə bilmirəm, belə emosiyasız deyə Can, bilmirəm. sən emosiyaları var, Hə. dönər yeyərəm. Gəlin yeyək, gəlin dönəri yeyək.
Deməli, Kamilə xanım, Kamal ağa, baba Faiq evladımdır. ağay və Murad Arif birlikdə nəysə müzakirə edirlər. Hərfləri Nigar yazmışıq, yazır. inisialları Nigar, siz nə yazır yazırsınız Faiq orada? bəy. Hərfləri düzmüşük və Biz çalışırıq bir inisialları başlayaq. yazmışıq, baş Aha. hərfləri yazmışıq və çalışırıq, fikirləşirik. tapaqdır. Misal üçün Q bu versiyasını Murad Arif səsləndirdi. Kazım Bağırov. Kazım Bağırov, Kazım Fu- Sıxan. Aha. Fuat Əlişov da olabilir. Yo, o Fuad Əlişovdur. İş ondadır ki, deyir ki, evimdə yanğın olub. Əgər Aha. bizim həmkarlarımızın kiminsə evində yanğın olsaydı, biz bilərdik də ki, ha, doğrudan da filan kəsin evində yanğın olub. Ona görə biz də auditoriya kimi bu versiyaya inanmadıq. Bəlkə qısa qapanma olub, yanğın olmuyor. Deyir axı yanğın. Yanğın dedi, yanğın olub da. Yanğın Dedi, evimdə olub. yanğın olub. Ona görə ad və soyad məsələsinin üzərində oturmuşuq. Bayaqdan fikirləşirik ki, nədir, kimdir, Amma təsəsə nəçidir. gətirin yanğın olub da. Gəlin dostlar, hörmətli detektivlər, adlarla davam edək. Murad, sizin təxmininiz nədir və Çox bu çaşdırdı. məlumatlar sizə nəyi danışdı, Ötən nəyi dedi? həftələr bilirdi ki, dönər ya İlkin Həsənidir, ya Nicat Rəhimovdur, ya Elişkodur, hardasa Bozbaş, gənc nəsil humoristlərin adını fikirləşirdi. Fərda verdi. O fıxıdır. Cinin Niyə? da Fərdə verdi. Amin. Fərda Amil. Amin. Fərda Amin. Fərda Amin. Fərda! Fərda! Ola bilər. Ola bilər. Ola bilər, burada hər şey Ola ola bilər. bilər. Yaxud Onda bunların gəlin heç belə. birisi Bu olmaz. F.A Fərda Amin. Ona bax, ona bax. Dönər gedirsən, ey dönər. Ayağın üzəngində də, ay Yox, dönər. kimdirsə? Yox, demək istəyir yoruldum, Kim biraz bizə tez əməli danış. başını arıqlayıb. Dönər maskası arxasında kimdir? O Elə, Dönər yerə düşdü. Elə Atın mən- getsin, elə atın. uzanardım mən də. vallahi. Yoruldum. Özə dönərlə quc-quca. Gəlin son olaraq təxminlərinizi eşləyək. Cinin adı familiyası. Coşqun Rəhimov. Ceyhun Zeynalov. Ceyhun Zeynalov. Zeynalov. Bəli. Əl elədi mənə. Ceyhun Zeynalov, necəsən? Coşqun bəy, kimi dediniz? Ceyhun Zeynalov. Ceyhun Zeynalov. Kamilə Babayeva. Heç bir hərflə uyğunluğu yoxdur, amma mən deyirəm ki, dönər, sən bilirsən kimsən? Kim? Sən Mabud Məhərrəmovsan, çünki səni uşaqlar da, cavanlar da hamımız sevirik. Nigar Camal. Mən düşünürəm ki, bəlkə Talih Yüzbəy. Talih Yüzbəyov. Nigar Camal belə dedik. Murad. Mən də Talih Yüzbəyev Talih variantımın Yüzbəyev. üzərində dayanıram. Çünki o orada taleyimdir sözünü elə belə işlətmədi. Və ötən səfərdə ipuclarında belə bir fikir var idi ki, mən tək deyiləm, məşhuram, ailə üzvlərim, onun xanımı bilirsiniz ki, blogerdir. Ona görə Talih Yüzbəyev, dur ayağa, dur ayağa, artisti eləmə, dur! Faiq Ağayev. Abbas Bağırov və ya Samir Piriyev. Detektivlərimizin bu ana olan təxminləri belədir. Bəs siz necə düşünürsünüz? Dönər maskası arxasında kimdir? Birinci qarşıdurmanın sonuna çatdıq. Birinci qarşıdurmanın səs verməsinə keçirik. Səs verməyə keçmək üçün təbii ki, biz bura pələngi dəvət edirik. Məni yeməkdənsə, bişmiş dönəri yeyərsən də. Beləliklə, hörmətli auditoriya, səs verməyə hazırıq-mı? Təbii ki, səs verəcəyim və 2 maskadan biri gözləmə otağına gedəcək. Biri isə növbəti mərhələyə gedəcək. Az səs toplayan maska növbəti mərhələyə, çox səs toplayan maska isə gözləmə otağına keçid alacaq. Gedəcək ora və gözləyəcək. Amma səs vermədən öncə bir detektivlərlə söhbət eləyək də. Onlardan bir məsləhət alaq. Kimi məsləhət edərdilər? Nigar. Məncə dönər. Dönər. Aydındır. Murad. Hansı maskanı maskasız
görmək Yenə o istəyirsiniz? cümləni deyim. Bəli, deyin. Deyin Murad. Mən biraz fərqli bir söz demək istəyirəm. Biraz Söyləyin. gecikmiş alışma oldu məndə. Bravo. Mən istəyirəm Bravo. ki, bu layihədə, yəni sonra ağlıma gəldi o ad. Bu layihədə bizim çox sevimli KVN-şik Emil Abbasov qalsın və hələ bizi gözəl səsi ilə heyrətləndirməyə davam etsin. Bəli, bəli. Ağa, sənin solunda dayanan həmin o narıncı rəngli bəyəfəndidən danışıram. Murad, Qalsın. siz də narıncı geyinmişsiniz. Bəli, Deyəsən onu- maska ilə eyni geyinmişsiniz. Dönər məni üzürlü saysın. Çox möhtəşəm performans idi. Amma pələngin səsi məni heyran etdi. Və bu Emil Abbasovdur. Coşqun Zənnimcə. Rəhimov. Valla Pələng Dönər çox gözəl çıxışınıza görə təşəkkür edirik sizə ən əsası. Nə yaxşı ki bu proyektdəsiniz, nə yaxşı ki gəlmisiniz. Bizi təəccübləndirirsiniz, həm Dönər, həm Pələng. Amma bizi dağa daşa salan, bizi azdıran, bizdə ən çox maraq yaradan Dönərdir ki, mən də istəyərdim onun üzünü göreyim. Aydındır. Kamilə Babayeva. Əslində bayaq çıxışlarda da, yəni auditoriyanın reaksiyası da bəlli idi. Və mən də axı dedim sevgimə də sadiq qalmalıyam. Burada bir neçə sevdiklərim var, onlardan biri Gecikmiş qıratdı. məhəbbəti və gərək Gecikmiş Bu gün məhəbbət. isə mənim gecikmiş məhəbbətim var, o da pələngdir. Pələng. Mən onu sata bilmərəm, mümkün deyil. Və deyirsiniz ki... Üzr istəyirəm, Dönər. Faiq bəy, siz də dönəri yemək istəyirsiniz, yoxsa? Bax, iş ondadır ki, mən Bir dənə söz soruşum, qurban. Can, buyur. Hamıya çox maraqlı. Uşaqda həmişə belə maraqları görən müəllimə, misal üçün, adi insan kimi həyat yaşayırmı? Faiq Ağayev dönər yeyirmi? ha, yeyirəm. Maraqlıdır, yeyo. Amma Təsəvvürə gətirirsiniz. hazırki zamanda ağa, Aha. pələng qorxulu deyil. Pələnglər qalırlar milli qoruqlarda, cəmaatla işi yoxdur. Amma nə qədər adam Elə keyfiyyətsiz işi var. dönərdən zəhərlənir. Faiq bəy. Çox təhlükəlidir. Bizim dönərimiz ən keyfiyyətli dönər. Bilirəm, o özündən danışmıram, qohum əqrabasından danışıram. İki daşın arasında bəyalar zəng elədim Qida Təhlükəsizliyi Agentliyinin qaynar xəttinə. Soruşdum ki, bir dənə sualım var da, belə xəbər çatdırmaq kimi olmasın. Əgər dönərin üstündə tük varsa, onu yemək olar. Dedilər, yox, ünvanı deyin, gəlirik. İndi Qida Təhlükəsizliyi Agentliyinin işçiləri bura gələnə qədər mənə elə gəlir ki, dönər aradan çıxmalıdır. Gəlin, dönəri yeyək. Dönərin maskasını açaq Aydındır. ki, Təşəkkürlər. Heç kim ona irad bildirməsin. də. Minnətdarıq detektivlərimizə. İndi səs verəcəyik. Dəyərli tamaşaçılar, auditoriya. Bəli, əgər siz pələngin maskasının açılmasını istəyirsinizsə, A düyməsini sıxacaqsınız. Əgər siz dönərin maskasının açılmasını istəyirsinizsə, B düyməsini sıxacaqsınız. Səs vermə, başlasın. Maraqlıdır. Görəsən auditoriya detektivlərin məsləhətinə qulaq asacaq, yoxsa öz bildiklərini edəcəklər. Maraqlıdır. Bugün kim, hansı maska gözləmə otağına gedəcək, hansı maska isə növbəti mərhələyə keçəcək. Qeyd edeyim ki, az səs toplayan maska növbəti mərhələyə keçir. Çox səs toplayan maska isə gözləmə otağına gedir. Stop! Və təbii ki, hər birimizə maraqlıdır. Görəsən, gözləmə otağına kim gedəcək? Kim? Hansı maska? Maskanı açmağa namizəddir. Maraqlıdır, hansı maska növbəti mərhələyə keçir? Dönər! Növbəti mərhələyə keçir. Dönər! Dönər, Pələng. pələng. Dönər, pələng. Növbəti mərhələyə keçir. Pələng. Növbəti mərhələyə keçir. Pələng. Dönər, siz də gözləmə otağına gedirsiniz və ola bilər ki, biz sizi bugün maskasız gördük. Hər ikinizi yola salırıq, buyurun.